Bax, sizə yenə buradan sual verirəm. Ramiz Mehdiyev məhv olub gedib. Onun haqqında danışmağa nə var ki? Buyurun, nə qədər istəyirsiniz danışın. Nə var bir vurulmuş vəzifəli şəxs haqqında danışmağa? Bu şəxsin, ümumiyyətlə bu şəxsiyyətsizin Azərbaycan xalqına, Azərbaycan dövlətinə vurduğu zərərlər 30 ildir onsuz da bilinirdi. 30 ildir görünürdü. Amma onu da qeyd eləmək lazımdır ki, bu dövlətin təməl dayaqlarını sarsıdan, bu millətə, bu xalqa zərər vuran, məhkəmə hakimiyyətini məhv edən, qanunvericilik hakimiyyətini təyinatlı bir yerə çevirən Ramiz Mehdiyevlə iş bitmir. Yenə deyirəm, Ramiz Mehdiyevlə iş bitmiş olsaydı, onda gəlin biz papağımızı ataq göyə və sevinək. Şadlanaq ki, urra, Ramiz Mehdiyevin getməsi ilə artıq biz çıxacağıq Ağgünə. Neft pulları bizim olacaq. Neftdən gələn kapital bizim olacaq. Neftdən gələn kapital Azərbaycan insanının, vətəndaşının inkişafına həsr ediləcək, sərf ediləcək. Amma belə şey yoxdur. Olmayacaq da. Ona görə də Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsinin, Ramiz Mehdiyev klanının sıradan çıxarılmasının və zərərsizləşdirilməsinin Azərbaycan xalqının mənafeyi ilə heç bir əlaqəsi yoxdur.